Sizə desəm ki, Bodo Glimt Galatasaray üçün Liverpooldan daha təhlükəli rəqib ola bilər. Buna inanarsınızmı? Əgər Okan Buruk yenə də Guardiolalıq eləmək istəsə. Videomuza 3 saniyədən artıq baxa bilən Galatasaray aşiqləri üçün Bodo Glimtin güclü tərəfləri. Bu epizodda 15 nömrəli futbolçu, sol cinah müdafiəçisi Bjorkan, sol cinah vingeri olan Jens Petter Hauge'yə pas atır. Hauge isə Hoga assistentlik edir və Hog fərqlənir. Bir tərəfdən bu normal, klassik mövqe hücumu. Düzdürmü? İstənilən komanda belədir. Lakin Knudsen'in özəlliyi ikinci dalğadır. Baxın bu epizoda. Bu epizodda yenə də iki tanış sima var sol cinahdan. Sol cinah müdafiəçisi Bjorkan və sol cinah vingeri Petter Hauge və bu dəfə pas Hoga deyil, Hogu müdafiəçilər neytrallaşdırıb. Bu dəfə pas arxadan gələn mərkəz sol yan müdafiəçisi olan Soltnəsədir və Soltnəs burada fərqlənir. Daha bir epizod yenə də sol cinahın vingeri ilə müdafiəçisi bir-birinə kombinə edirlər. Yenə də fərqli ad, bu dəfə Evgen zərbə mövqeyinə çıxaraq fərqlənir. Komanda o qədər hücum futbolunu cilalayıb ki, burada sadəcə iki əks hücumdan komanda yaratdığı təhlükəli vəziyyəti sizə göstərmək istəyirik. Baxın, bu birincidir, bu isə ikincidir. Yəni, komanda o qədər mükəmməl şəkildə avtopilotda oynayır ki, komandanın hücumu kəsərli etmək üçün normadan artıq opsiyaları var, hansılar ki, çox yaxşı şəkildə hazırlanıb. İndi isə Bodo Glimtin zəif tərəfləri. Müdafiəçilər sayı azlığında tutulur. Plus onlar eyni zamanda kompakt olmaq istəyirlər və bu da komandada o qədər də uğurlu alınmır. Rəqib hardasa orta blokla və ya aşağı blokla müdafiə olunur və topu uzun topla başla yaxşı oynaya bilən, ilk topu yaxşı ramada bilən, mövqe seçə bilən və ya bunların hamısının adı əlbəttə ki, Victor Osimhen'dir. Osimhen üçün bu maç bir növ ideal bir duelə çevrilə bilər bunun sayəsində. Siz necə düşünürsünüz? Galatasaray bu maçda çətinlik çəkəcək, yoxsa Bodo Glimt Galatasaray üçün olduqca asan bir yem olacaq? Biz Galatasaray rəqibi Bodo Glimt haqqında detallı video çəkmişik. İzləmək üçün YouTube kanalımıza keçid edin.